Salam, hər vaxtınız xeyir olsun. 26 aprel tarixində Güvən Nəşriyyatının fizika suallarının izahına baxırıq. Sinif 10, qrup 1 variant A-dır. 81-ci sualda bildirir ki, düz xətlə hərəkət edən cismin sürətli modulunun zamandan asılı qrafiki verilmişdir. Təcili modulu 2 olarsa, bu cisim 5-ci saniyənin sonunda sürətini müəyyən edin. Deməli, V bərabərdir. Baxdığımız üzrə sürət artır. Sürət arta-arta gedir və V bərabərdir V0 üstə gələnsin AT düsturundan istifadə edirik. Başlanğıc sürət 4, üstə gələnsin 2 vurulsun 5. Bu da edir 14 metr böl saniyə. Y variantı doğru cavabdır. 82-ci sualda maddi nöqtənin çevrə üzrə bərabər sürətlə hərəkət edən bucaq sürətinin asılı qrafik verilmişdir. Hansı nöqtə xətti sürətin ən böyük qiymətinə uyğundur? Deməli, A bərabərdir omega V. V bərabərdir A bölünsün omega. Ən böyük qiymət omeganın kiçik təcilin böyük nöqtəsinə uyğundur. Təcilin böyük qiymətləri 2 və 3-dən düşəndədir. Omeganın kiçikləri isə 4 və 3-dən omegaya perpendikulyar gələndir. İkisinin kəsişdiyi olur 3 nöqtəsi. 84-cü sualda ipə bağlanmış, iplə daha doğrusu bağlanmış M və 4M kütləli tirciklər F qüvvəsinin təsiri altında hamar üfüqi müstəvidə düz xətli bərabər təcillə hərəkət edir. 40 Newton olarsa, ipdə yaranan gərilmə qüvvəsinin qiymətini müəyyən edin. Deməli, F 40 Newtondur. F bərabərdir M, üstə gəlinsin 4M vurulsun A. Bu da 40 bərabərdir nə? 5MA. MA bərabərdir 8 Newton. T gərilməni tapanda nə edirəm? 4M'i vururam A-ya. Və MA-nı mən 8 tapmışam, 4-ü 8-ə vururam, bu da edir 32 Newton. 84-cü sualda yer səthindən H hündürlüyün M kütləli cismə təsir edən ağırlıq qüvvəsinin qiyməti. F ağırlıq bərabərdir mg'dir. M-i olduğu kimi saxladım. J-nin yerinə J-nin bu düsturunu qoysam, M bölünsün R-in kvadratı. Nə olur? J vurulsun M bölünsün R-in kvadratı. Burada biraz variantlara uyğun şəkildə yazsaq, bu şəkilə gəlmiş olur ki, doğru cavab olur D variantı. 85-ci sualda sərtliyi 120 Nm/m olan çəkisiz yayın gücsüz və yüksək biliklə vəziyyətləri təsvir edilib. Yayın tarazlıqda olduğunu bilərək asılmış cismin çəkisini müəyyən edin. Deməli, tarazlıqda olduğu bilərək deyirsə, aşağıya doğru mg və yuxarıya doğru nə var? F elastiklik var. Biz buradan mg-ni tapsaq, işimiz həll olur. Deməli, Kx bərabərdir nəyə? mg-yə. Çünki elastikliyi ağırlıqla tarazlaşır. Kx bərabərdir mg. K-mız 120, X-imiz 80-60. Çünki tarazlıqdan 20 sm oynayıb burada. 20 sm. 20 vur, 10 üstü mənfi 2 metr. M vurulsun nə? J-dəki 10'dur. İndi buradakı sıfırlarla bu getdi. 10M bərabərdir 24'ə, M də bərabərdir 2, 10'da 4. Və yaxud elə burada mg kimi də tapsaq uyğun olur. Çünki P bərabərdir mg'dir də. 2, 10'da 4 vur 10, bu da olur 24 Newton. C variantı doğru cavabdır. 86-cı sualda F qüvvəsinin təsirlə tarazlıqda saxlanılan cismin kütləsini hesablayın. Deməli, F qüvvəsinin təsiri ilə lingin çəkisi nəzərə alınmır. Nə edirik? Mg var burada. Dayağa qədər bölgü sayı 2'dir. 2 vurulsun mg bərabərdir 5 vurulsun F. Və burada kütləni tapsaq, 5 vurulsun F. F-imiz 30 Newton bölünsün 2 vurulsun 10. 0 getdi, 15'i bölürəm 2'yə, 7, 10'da 5 kiloqram imiş. 87-ci sualda 500 qram kütləli cismi yer səthindən müəyyən hündürlükdə sərbəst düşür. Tam mexanik enerji 80 joule olarsa, bu cismin yer səthindən 10 metr hündürlükdə kinetik enerjisini hesablayın. Birinci 10 metr hündürlükdə potensialını tapsam, mg balaca h. Və burada m 500 qram, 0,5 kiloqram deməkdir. J 10'dur, h isə 10 metrdir. Edir nə qədər? 50 joule. Bizə deyir ki, 10 metr hündürlükdə kinetik və tam enerji 80'dir. Y tam bərabərdir. Y potensial üstə gələnsin Y kinetik. Y kinetik bərabərdir. Y tam çıxılsın Y potensial. Bərabərdir. 80 çıxılsın 50, 30 joule olmuş olur. Sabit dartı qüvvəsinin təsiri altında düz xətlə bərabər sürətlə hərəkət edən cisim üzərində bu qüvvəni gördüyü işin zamandan asılı qrafiki hansıdır? A bərabərdir F dartı vurulsun S-dir və F dartı düz xətlə bərabər sürətlə hərəkət edir dediyi üçün S-in yerinə yazıram VT.
A T'dən düzüm tənasib aslı olur. 89-cu sualda bildirir ki, şəkildə təsvir edilmiş eninə dalğanın dalğa uzunluğunu müəyyən edin. Dalğa uzunluğu 2 qabarıqlıq ya da 2 çökəklik arasındakı məsafədir ki, bu da olur nə qədər? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 lama. Lambda bərabərdir 8 vurulsun 2 desimetr. Bu da olur 16 desimetr. C variantı. 90-cı sual 8 sinus 5 deqanlı rəqs edən rəqqasın təcilinin modulunu, daha doğrusu təcilinin amplitud qiymətini hesablayın. X max, yəni amplitud 8 santimetr, metrə çevirməyə ehtiyac yoxdur, vahidlər santimetrlədir. Omega bərabərdir 5-dir. Burada omegadır, bu isə amplituddur. Bizə bildirir ki, təcilin amplitud qiyməti suala bərabərdir. Təcil bərabərdir omega kvadratı vurulsun r. Bu da olur 5-in kvadratı vurulsun 8. 25 vurulsun 8. Bu da edir 200 santimetr böl saniyənin kvadratı. D variantı. 91-ci sualda suda batmış 24 kg kütləcinin sudayı çəkisi onu təsir edən Arximed qüvvəsindən 3 dəfə çoxdur. Bu cismə təsirin Arximed qüvvəsinin modulunu hesablayın. Deməli, cismin havadakı çəkisi mg'dir. Bu da 24 vur 10'dur. Yəni 240 Newton. Və sudakı çəkisi Arximed qüvvəsinə 3 dəfə çoxdur. P mayedəki bərabərdir 3F Arximed. Cismin mayedəki çəkisini tapanda mayedəki bərabərdir P havadakından çıxıram nəyi? F Arximed. Mayedəki çəkisi 3F Arximeddir. 3F Arximed bərabərdir. Havadakı çəki 240-dır. Çıxılsın F Arximed. 4F Arximed bərabərdir 240-a. F Arximed bərabərdir 240 böl 4. 60 Newton etmiş olur. 92-ci sualda otağın divarında Selsi və Fahrenheit şkalalı 2 termometr asılmışdır. İstilik tarazlığı halında Selsi şkalalı termometrin göstəricisi otağın havanın temperaturu 30 dərəcə olarsa, Fahrenheit şkalası üzrə otağın havasının temperaturunu hesablayın. Deməli, T Fahrenheit bərabərdir 5-də 9 T Selsi üstəgəlinsin 32 bərabərdir 5-də 9 vur 30 üstəgələk 32. Getdi qaldı 6, 6-nı 9-a 54 üstəgələk 32. Bu da edir 86 dərəcə Fahrenheit. B variantı. İstilik mühərriki qızdırıcıdan aldığı istilik miqdarı 0,6 hissəsini soyuducuya verir. Deməli, Q2 bərabərdir 0,6 Q1. A faydalı bərabərdir 12 kJ. Soyuducuya verdiyi Q2 bərabərdir suala. A faydalı bərabərdir Q1 çıx Q2 A faydalı 12 Q1 olduğu kimi qalır. Çıxılsın 0,6 Q1. 12 bərabərdir 0,4 Q1. Q1 bərabərdir 12 böl 0,4. 12 böl 0,4. 120 bölünsün 4. Bu dedir 30 kJ. Deməli, Q1 30'dursa Q2 soyuducuya verilən 0,6 Q1'dir. Bu da 0,6 vur 30. 18 kJ. D variantı doğru cavabdır. 94-cü sualda təmasda olan müxtəlif temperaturlu eyni kütləli cisimlər yalnız öz aralarında istilik mübadiləsindədir. Cisimlər arasında oxlar göstərilmiş istiliyi vermənin istiqamətinə əsasən başlanğıc çağda onların daxili enerjisi arasında doğru münasibəti müəyyən edir. Deməli, U bərabərdir 2-də 3 M bölünsün M RT. Eyni kütləli cisimdən söhbət getdiyi üçün U temperaturla düz asılıdır. Temperaturu çox olan hansıdır? B-dir. Çünki həm A-ya verir, həm də C-yə. Temperaturu ən az olan isə A-dır. Yəni, temperatur ardıcıllığını mən yazsam TB, TC, TA. Eyni ardıcıllığı mən U üçün yazıram. UB, UC və UA-dır. Bu da olur Y variantı. 95-ci sual. Qram böl metr kub. Qram böl metr kub nədir? Mütləq rütubətin vahidi. İstilik tutumu joule böl kelvindir. Buxarlanma istiliyi jouldur. Maddə miqdarı moldur. Nisbi rütubətinin vahidi yoxdur. Mütləq rütubəti isə rho bərabərdir M bölünsün V'dir. Havada kiloqramlarla su buxarı olmadığı üçün qram böl metr kubu yazırıq. Doğru cavab D variantı. Həcmi 8 desimetr kub, nisbi rütubəti 40% olan hava izotermik sıxılır. Havanın həcmi hansı minimal qiymətinə nisbi rütubət 100% olur?
100-ün 40-a nisbəti bərabərdir 8-in V-yə nisbəti. V bərabərdir 320 bölünsün 100, bu da edir 3,2 desimetrin kubu. A variantı doğru cavabdır. 97-ci sualda bildirir ki, 1 kiloqram kütləli qalayın temperaturunun aldığı istilik miqdarına asılı qrafiki verilmişdir. Qalayın xüsusi ərimə istiliyini hesablayın. Xüsusi ərimə istiliyi lambdadır və Q bölünsün M-dir. Əriməyə sərf olunan istilik miqdarı 105/46-dır. 105/46 bölünsün 1 kiloqram. Bu da edir 59 kilojol bölünsün kiloqram. Çünki sadəcə bu hissədə ərimə baş verib. Deməli uşaqlar, intensivlik xəttləri müsbətdən mənfiyə doğru yönəldiyi üçün müsbət yüklü proton sahəyə daxil olan kimi nə olur? Yuxarıya doğru yol alacaq. Yəni qüvvənin istiqaməti yuxarıya doğru. Çünki burada belə deyək, sahənin müsbət tərəfi bu protonu başlayır itələyir. Sahənin mənfi tərəfi isə bu protonu özünə tərəf çəkir. Nöqtəvi elektrik yükünün K nöqtəsinə yaratdığı elektrik sahəsinin intensivliyi 36 mN/Coulomb olarsa, M nöqtəsində yaratdığı elektrik sahəsinin intensivliyi. Deməli, Y bərabərdir KQ 0/R-in kvadratı. Məsafə ilə intensivlik tərs asılıdır. K-da 36-dırsa, M-də nəyə bərabərdir? YM bölünsün YK bərabərdir RK bölünsün RM. Bunun kvadratı. YM bilmirəm. YK 36. RK məsafə 2 bölgüdür. RM isə məsafə 3 bölgüdür. RK-ya yazıram 2 bölünsün RM-ə yazıram 3. Və bunların kvadratı. Nə olacaq? YM bərabərdir. Burada 2, daha doğrusu belə yazaq. YM bölünsün 36 bərabərdir 9-da 4. YM də bərabərdir 36 vur 4 böl 9. İxtisar getdi, qaldı 4, 4, 4-ə vuranda 16 mN/Coulomb. A variantı olacaq. 100-cü sualda müsbət yüklü kürəni yüksüz elektroskopun başlığına toxundurmadan yaxınlaşdırdıqda elektroskopun başlıq və vərəqləri necə yüklənər? Yüksüz elektroskopu yaxınlaşdırsaq, bağışlayın, müsbət yüklü kürəni yüksüz elektroskopun başlığına yaxınlaşdırsaq, deməli, kürə müsbət olduğu üçün, yəni toxundurduğumuz, daha doğrusu yaxınlaşdırdığımız kürə müsbət olduğu üçün elektroskopun başlığına toxundurmadan yaxınlaşdırdıqda bu metal başlıq mənfi yüklənir. Ayaqlar, bu hissələr nə olur? Müsbət yüklənir. Yəni doğru cavab olur D variantı. Qısacası yaxınlaşdırdığımız cisim hansı yüklə yüklənibsə, elektroskopun kürəsi onun əksi, qanadları isə eyni yüklə yüklənmiş olur. Belə diqqətiniz üçün təşəkkürlər. Növbəti izahlarda görüşənədək hələlik.